Gəlin birlikdə 9-cu sinif toplusundan ilk reading testini eləyək. Düzünü desəm, mən mətni heç oxumamışam. Sizə ən asan, ən rahat versiyanı izah eləmək istəyirəm ki, mətni oxumadan, mətnə çox vaxtımızı sərf eləmədən testlərin cavabını necə tapmaq olar. Tutaq ki, imtahandasınız və vaxtınız yoxdur oxumağa, çox az vaxtınız qalıb. Qısacası gəlin görək necə tapa bilərik. Baxın, mətnin əsas ideyasını baxırsınız. Mən sizə deyərdim ki, birinci bunu yox, bundan başlayın. Çünki siz bu sualları elədikcə avtomatik az da olsa mətnin mənası haqqında, mətnin əsas ideyası haqqında tuta bilirsiniz nədən bəhs olunur. Gəlin ikincidən başlayaq. There is a lot of sugar. Ən birinci mən sizə deyim ki, oxuyun. Yəni şərti oxuyun. Şərti oxumasanız imtahan stresindən səhv cavab götürə bilərsiniz. Baxın, complete according to passage, yəni standart olaraq düzgün cavab tapmalıyıq. There is a lot of sugar in dates, so. Baxın, bu cümləni gəlin mətndə tapaq. Baxın, burada bir şey görmürəm. Mütləq sırayla baxın, oxumasanız belə. Aha, baxın, bir dənə sweet sözünü gördüm burada. Gedirəm. Sugar'ını da tapdım. Baxın, deməli biz bu cümlə üzərində işləməliyik. Bu cümləyə nəzərən baxırıq burada nə var bizdə. Oxuyuruq bu cümlənin başına tapırıq, gedirik görürük, burada başlayır. Dates have a sweet taste and people can easily use them instead of sugar or candy. Tərcümə eləməyə ehtiyac yoxdur. Bu sözlərin ətrafında dolaşaraq biz düzgün cavabı tapaq. Baxın. People can have them instead of candies. Bu hardasa düzgün olar. Çünki candy söhbəti də gedirdi burada. Baxın, people da gedirdi. İkinciyə baxırıq. Fruit ümumiyyətlə eşitmədik. Teas ümumiyyətlə eşitmədik. Sweets eşitdik. Animal eşitmədik. Bizim variantımız harda qalır şübhəli? Bir bu qalır, D variantı. Bir də A qalır. İndi biz baxaq ki, they are used in preparing sweets. People can have them instead of candies. Baxırsınız ki, dates have a sweet taste and people can easily use them instead of sugar or candy. Baxın, people can have them instead of candies. Avtomatik variantımız bu gəlir. Mən orada preparing sözü işlətmədim ki. Yox, instead of dedim, candies dedim, people dedim, avtomatik A variantımızı götürürük. Ən sonunda cavablara da baxarıq, görək düzdürmü götürdüklərimiz. Yəni, həqiqətən deyirəm, birinci dəfədir bu mətni sizlə işləyirəm. Üçüncüyə baxaq. False. False nədir? Səhv. Yəni, bizə səhv bir cümlə lazımdır burada. Mən sizə deyim ki, burada can't olanlar, yəni impossible olanlar çox vaxt səhv olur. Amma siz sevinib, tez bunu 2-3 variant yedi götürməyin, tələsməyin. Gəlin baxaq. Date palms are used to build houses. Baxın. Houses, build, palms. Gəlin tapaq bu sözlərin mətnindən. Burada yoxdur. Build houses. Parts. Deməli, people eat date, feed animals with it. It's hard parts to build houses. Bu düzdür. Yəni, insanlar evlərini tikirlər. Həmin o date, yəni xurmanın yarpağından, ağacından. Bunu düz götürürük. Yəni, bu true'dur. Bizə amma false lazımdır. Animals can't eat the fruit. Axı, biz burada oxuduq bayaq. Baxın, feed animals. Animalsları yemləyirlər. Deməli, animalslar yeyir onu. Ona görə bu false'dur. It's impossible to burn the date palm trees. Baxın, impossible'dır yoxsa possible'dır. Baxın. They burn some. Əgər yandıra bilməsəydilər, they can't burn olardı. Amma they burn some parts of the date trees. Ona görə bu da false'dur. Elə variantımız çıxır 2-3. Yenə də mən sizə deyim ki, yəni can't görsəz, impossible sözü görsəz, 90% hallarda 2 ilə 3-ü götürə bilərsiniz. Amma yenə də tələsməyin, siz o biri variantlarla da işləyin. Gələk bura 4-ə. Yəni cavab tapmalıyıq. Bu sualımıza mətndən cavab tapmalıyıq. What does the story tell us about the date palms? Baxaq. Story sözünü tapaq. Date palms sözünü tapaq. Historical sources 7,000 years ago people there ate dates. Baxırıq görür. The date palms come from the Middle East according to historical sources. Baxırıq. The ancient Egyptians planted for the pyramids and old
books, oh no, sorry, pyramids. The name of the date palms was given in the old books. Yəni, bu cümlələri bir-bir oxuyub, tərcümə eləməyə ehtiyac yoxdur. Qısacası sizə nə deyir? Məsələn, history, tarix, tell deyir, about haqqında, date palms. Deyir ki, bizə, date palm, yəni xurma ağacları haqqında bizə hansı tarixi mənbə məlumat verir? Piramidalar məlumat verir, yoxsa o yaşlı qədim kitablar, yoxsa binalar, yəni binalardakı daşlar, onların kökləri, sonra draw pictures in the stones, daşlarda çəkilən rəsmlər, yoxsa satış, yəni date palms were sold other countries of years ago. Yəni onun satışı haqqında. Biz məntiq olaraq fikirləşə bilərik ki, bir şey haqqında qədim mənbələr əsasən necə tapılır? Yəni biz onun satışını məlumatımız olur ki, o nə qədər satılıb, neçəyə satılıb, bunu bilmirik. Ya biz onu bilirikmi ki, onun kökü necə olub? Yəni ümumiyyətlə biz onun arxitekturası haqqında məlumatımız olurmu? Yox, olmur. Bir dənə kitaba baxaq, yəni mətnə baxaq bir dənə də. Baxırıq, the palms came from the Middle East. Burada heç bir məlumatımız yoxdur. Baxın, historical sources. People their dates made pictures of the date palms on their stone building. Pictures var burada, şəkil var. Birinci yeyirlər xurmanı, sonra da şəklini çəkirlər. Sizi burada building sözü çaşdıra bilər. Baxın, burada da bir dənə buildings görmüşdüm mən. Baxın burada. Buildings burada da var. Bu sizi çaşdıra bilər ki, hə, burada da buildings var, orada da buildings var, götürüm, yox. Amma burada root sözü var, kök var. Düzdürmü? Amma biz burada heç kök sözü eşitdik, gördük, yox. Qısacası, siz pictures'e baxırsınız, date palms'a baxırsınız, stone. Baxın, bizim variantımız hansı çıxır? Elə D çıxır. Baxın, stone, picture, yəni şəklini çəkərək. Biz onların şəklinin çəkilməsi haqqında məlumatımızı almışıq. Yəni burada D variantı olur. Yəni də götürək. 5-də isə true, yəni düzgün olan məlumatı götürürük. Dried dates can be preserved for many months. Baxırıq. Dry dates can be kept in cold dried place for many months. Bu düzdür. Yəni biz çoxlu vaxt onu qurudub saxlaya bilərik. The largest products of date palms are in regions with plenty of water. İndi baxırıq ki, water sözü hardadır? Baxırıq, görürük. Yəni water sözü mən görmürəm, siz görürsünüzmü? Yox, yoxdur. Yəni bu false məlumatdır. False. İndi baxırıq, some people prefer date palms to sugar. Baxın, burada instead of var idi. Bayaq tapmışdım. Hara getdi? Baxın, bu instead of, prefer. Instead of əvəzinə deməkdir. Baxın, bu isə əvəzinə. Sugar, şokolad və şirniyyat əvəzinə date palmı daha üstün tuturlar. Çünki date palmın tərkibində daha çox şəkər var. Prefer isə buradakı preferdə üstün tutmaqdır. Yəni, bir-birlərinin sinonimidir. Ona görə bu da true'dur. Egypt and Iran grow over. Baxın. More than deyir. Baxın, burada da 4 bizdə düzgün şərt olaraq verilmir. Baxın, heç üst-üstə düşmür. Düzdür, adları ola bilər. Amma ki, bizə şərt olaraq düzgünü vermir. Bu hissə bundan yuxarıya aid. Bu hissə isə bu aşağıya aiddir. Baxın, but these regions don't have enough water. Yəni, bu cümlə ümumiyyətlə görüb bunu görüb sevinə bilərsiniz də, düzdürmü? Amma yox, bu buna aid deyil. Bu səhvdir. Variantımız olur 1, 3. Yəni, true olanlar. İndi gəlirik birinciyə. Birincidə bizə mainly about, baxın, biz bayaqdan nə haqqında danışırıq da? Palm, yəni xurma ağacından danışırıq. Enerjisindən heç demək olar ki, danışmadıq, heç söhbət açmadıq ondan. Magnificent trees with fruit. Bu hardasa tree sözünə görə olar. Fruit sözünə bir dəfə bəlkə işlətdik və yox. Harmful, heç işlətmədik. Saudi Arabia axırdadır, heç mətnin ortalarında belə yoxdur. Biggest date sellers, satıcılardan isə ümumiyyətlə danışmadıq. Bizə satıcı maraqlı deyil. Ona görə variantımız olur B.